Çünki Allah bizə Quranda heç bir zaman qurban kəsməyi əmr eləmir. Belə bir əmri yoxdur. Sadəcə olaraq bu, həmin dövrlərdə mövcud olan bir bayramdır, ənənədir, günümüzə qədər gəlib çıxıb və bunu da insanlar özləri həyata keçirirlər. Çünki qurbanla əlaqələndirilən bir çox anlayış əslində sonraki dövrlərdə bəzi ifadələrin fərqli mənalara gətirilməsi ilə ortaya çıxmış bir yanaşmadır. Ne bileyim valla. Ne bileyim. Məncə Elşad Miri səni aldadıblar. Sənə deyiblər ki, sən ilahiyyatçısan, dinşünassan, ərəbşünassan, səndə bu yaxşı alınır, səndə yaxşı görsənir, sən də inanmısan. Mən bunun videolarını izləyib eləmirdim. Cəmi bir dəfə qarşıma Mühərrəm ayı haqqında hədiyən danışdığı çıxmışdı neçə illər əvvəl. Ona cavab vermişdim. 2 gündür ki, tanışlar, qardaşlar atdılar belə videolarını və bir ikisi də öz qabağıma çıxıb. Hətta elə mövzular var ki, adam yaraşdırmır çıxıb özdəki danışsın. Onu burada açsın ki, burada Elşad Miri'nin yalanları var. Misal üçün deyir ki, Allah Quranda heç bir yerdə deməyib ki, zina etməyin. Deyir ki, zinaya yaxınlaşmayın. Yaxınlaşmamaqla etməmək ayrı bir şeylərdirlər. Yəni bunu deməyindən belə çıxır ki, yaxınlaşmadan etmək olar. Nə bilim də bu necə olur? Virtual olur, necə olur? Mövzu bu deyil. Elşad Miri, mənim maraqlı odur ki, sənin əlindəki Quran sırf sənin özünə məxsusdur deyəsən. Heç kimdə yoxdur. Sən oxuduğun. Çünki günün bugündə İslam teologiyasına mənsub olan insanların içərisində Quran oxuyanlar, ruhanilər, milliyyətindən asılı olmayanlar var. Yəni, vərk və həbs rəvayətində yetişən Quranlar da əlimizdə. Yəni, sənin gətirdiyin iddiaların heç biri, yaxud da inkar etdiyin ayələr, kəlmələr, bu Quranda mövcuddur. Dediklərində mövcud deyil. Ya sən özün dəvət etdiyin prinsip ki, güya sırf Qurana sarılmaq lazımdır, özünün Quranla xəbəri yoxdur. Yaxud da sən insanları güya hədisdən uzaqlaşdırıb sırf Qurana dəvət edirsənsə, əksinə, sən insanları öz hədisivə dəvət edirsən. Çünki sən özün Qurandan çıxarış edirsən, sən ki, düz budur. Hədis nədir? Quranın təbiri, Quranın təfsiri, Quranın mənası, izahı, açıqlaması, fikri hökmlərin, əqidəvi hökmlərin. Hədis Quranın açıqlamasına deyilir də İslam terminində. Sən insanları güya ki, hədisdən uzaqlaşdırıb, sən sırf Qurana sarılın. Ancaq özün Qurandan çıxarış eləyirsən. Deyirsən ki, Həzrət Muhammedin dediyi izahı yox, mənim dediyim izahı inanın. Bu öz yerində sən çıxarış nəyin ki, çıxarış. Nəyin ki, məna, izah. Tərcümə eləyə bilmirsən, Elşad. Necə ki, sənin əlində olan Quran sırf sənin özünə məxsusdur, səndən başqa heç kimdə Quran yoxdur. Sənin bildiyin ərəb dili də ancaq sənin özünə məxsusdur. Səndən başqa o ərəbin dilini bugünkü gündə ərəb millətinin özü bilmir. Yəni, bir ərəb səni qulaq asar, onun dilini belə təhrif etdiyinə görə ixtiyar sahibidir ki, səni məhkəməyə verib təzminat alsın. Elşad Miri Qurandan belə çıxarış edir, sözün kökünü götürərək. Necə ki, bundan əvvəlki videoda danışdıq, əhadisdən həvadis sözün kökü hədəs olduğuna görə hədəsə ikisini də hadisələr kimi tərcümə edir, əhadisi də həvadis kimi tərcümə edir. Yəni, hədisləri də hadisələr kimi tərcümə edir ki, kökü eynidir. Bir-iki videosunu izlədim, gördüm, həqiqətən də elədir. Yəni, Azərbaycan dilində götürsək, Elşad Azərbaycan dilində nəsə tərcümə etmək istəsəydi, Azərbaycanlı olmasaydı, dadaş sözü ilə adaş sözünü belə tərcümə edərdi, kökünə baxaraq. Kökündə aş var. Deməli, aş qalır yerində. Aşdan qabaqki nədir? Adaş, ad. Adaş deməli, aşın adı deməkdir. İkisinin adı eyni olan insan yox. Dadaş. Dadaş insan adı deyil. Niyə? Kökü aşdır. Qabağında dad var. Dadaş deməli, aşın dadı. Elşad Miri, sən ərəb dilində eynən bu cür, yəni lüğəti tərcümə edirsən, adi lüğəti tərcüməni, səthi, üzündən tərcüməni. Səni aldadıblar ki, bəs ərəb dilində lüğətin qrammatik meyarı, tərcüməsin belə olmalıdır. Yox, yalan deyiblər səni, aldadıblar səni.
İndi gələk bu məsələyə. Düz deyirsən. Quranda birbaşa Eylül Ədha, yəni Qurban Bayramı deyilən bir kəlmə keçmir. Onu qoyaq bir qırağa. Həcc surəsində işlənir müəyyən bir gün. Ancaq orada ad keçmədiyinə görə ona qarışmayaq. Sən deyirsən ki, Quranda ümumiyyətlə Allah qurban kəsin, heyvanı qurban kəsin deyə bir ifadə buyurmur, bir kəlmə buyurmur. İnsan yəni necə bir cəsarətlə çıxar yalanı efirdə danışır. Bu cəsarət istəyir. Bu ürək istəyir. Yəni ya həqiqətən də ümumiyyətlə oxumamısan Quranı. Ya həqiqətən də sənin əlində olan Quran sırf sənin özünə məxsusdur. O haradan gəlib ki, başqa heç kimdə yoxdur. Və yaxud da sən bunu qəsdən edirsən. Gündəm qazanmaq üçün və yaxud da nəsə bir məqsədin var, bəlkə də ateistsən və yaxud da ruhi xəstəsənsən. Bəlkə də ona görə və Azərbaycandakı bu ruhaniləri demirəm, bu boş-boş danışanları. Bu şərqşünas, ərəbşünas akademiklər səni ciddiyə alıb, səni indiyənə kimi efirdə ifşa eləməyiblər. Misal üçün, Nərmən Qasımoğlu kimilər. Sən deməsən, ərəbin qrammatik qaydalarını o qədər dəqiq, incəliklərinə qədər klassik ərəbin vaqifsən ki, rəhmətlik Vasif Məmməd Əliyev, rəhmətlik Ziya Binətov da Azərbaycanda sənin qədər bilmirmiş. Çünki sənin ərəb dilin tam fərqlidir. Keçək mövzuya deyirsən ki, qurban yoxdur. Birinci qurban sözünün özü. Ərəb dilində qurbana, bildiyimiz qurbana, kəsmək qurbanına və yaxud nəsə fəda eləməyə bir neçə cür işlənilir. Birincisi elə qurban sözünün özüdür. Qorabə, yəni yaxınlıq, yaxınlaşmaq. Burada məcazi mənada, nəyisə fəda eləməkdən söhbət edir, qurban eləməkdən. Allaha yaxınlaşmaq üçün. Necə ki, Maidə surəsində bu barədə Allah buyurur ki, o iki nəfərin Allaha yaxınlaşmaq üçün təqdim etdikləri orada qurban sözü işlənir. Bu məcazidir, bunu düz deyir. Heyvan kəsməkdə söhbət edilir. Ancaq qurban, heyvan qurbanına ərəb dilində bir neçə cür deyirlər. Çox güman ki, ərəbşünas Elşad müəllim bunu bilər. Yəqin nəzərindən qaçır. Birincisi, nəhr. Nəhr xüsusilə dəvənin qurban edilməyidir. Dəvənin qurban kəsilməyi. Adi kəsilmək yox ha. Sırf qurban məqsədi ilə kəsilməyə nəhr deyirlər. Ərəb. Bir də deyərlər hədi. Hədi, həc zamanı hərəmə, yəni Kəbəyə çatdırılan qurbanlığa deyilir. Həcdə, Ərəfatda, Minada kəsilən qurbana deyilmir. Həc zamanı çatdırılan, orada ehsan olunur ki, qurban göndərir. Buna hədi deyərlər və yaxud da kəffarə kimi hər hansısa bir, orada həşəratı öldürər, bir yapaq qoparar, kəffarə gələr boynuna. Buna hədi deyilir. Bir var budun. Budun iri heyvanların qurbanlığa deyilir. Buynuzlu iri, inəyin, öküzün. Var mənsək, var nusuk. Bunlar nəzir niyyəti ilə olunan qurbanlardır, adi vaxtlarda. Yəni Qurban bayramı bildiyimiz anda yox, adi vaxtlarda kəsilən qurbanlardır. Bunlara mənsəq, nusuk deyərlər ki, bunlar şərik məsələlərdir, bu dərinliyə girmirik ki, bunların ad mənaları nədir və yaxud da başqaları nədir. Və ümumiyyətlə hamısının cəminə zibh deyərlər. İsmail əleyhissalamın ləqəbi də oradan götürülüb, zibhullah, yəni Allahın qurbanı. İndi keçək Elşad Mirinin iddiasını görürlər. Elşad Miri bu qədər ayəni Qurani Kərimdə nətəri görə bilməyib. Birincisi elə Bəqərə surəsi 196-cı ayə. Oxuyaq. Elşad Miri, sən də vaxtın olanda oxuyarsan.
Bismillahirrahmanirrahim. Və atumul haccə vəl umrətə lillah. Fə in uhsirtum fə məstəysərə minəl hadi. Baxın, burada hadi keçdi. Həc və ümrəni Allah üçün tamamlayın. Əgər qarşısı alınarsa, yəni onları tamamlamaqda nəsə bir mane olarsa, onda hədidən, yəni orada qurban kəsməlisiniz, kəffarə, həmin o kəffarədən təqdim edin. Yəni kəsdiyiniz qurbandan təqdim edin. Hər hansı bir əməli ki, orada pozarsınızsa, misal ki, bir qarışqanı öldürərsinizsə. Adıca nə buyurur? Əsas bizə lazım olan yeri oxuyuram. فَمَنْ كَانَ مِنْكُمْ مَرِزًا أَوْ بِهِ أَذًى مِنْ رَأْسِهِ فَفِدْيَةٌ مِنْ صِيَامٍ وَصَدَقَةٍ أَوْ نُسُك. Burada da nusuk. Nusuk kimi işləndi qurban. Nusuk, hədi, bir ayədə 2 cür qurbanın kəsilməyini Allah buyurur. Və yenə oxuyaq. Kövsər surəsi. Fasalli li rabbikə vənhər. Burada nəhr deyilir. Rəbbin üçün namaz qıl və yaxud da bundan dilinə desək, səraha dur və nəhr, vənhər və dəvəni deyil kəs. Nəhr və deyil, dəvəni kəs. Və başqa bir ayəyə keçək. Həc surəsində. Həc surəsi 28-dən başlayaq. لِيَشْهَدُوا مَنَافِعَ لَهُمْ وَيَذْكُرُوا اسْمَ اللَّهِ فِي أَيَّامٍ مَعْلُومَاتٍ عَلَى مَا رَزَقَهُم مِّن بِهِيمَةِ الْأَنْعَامِ فَكُلُوا مِنْهَا وَآتِمُوا الْبَائِسَ الْفَقِيرَ. Bu elə bir ayədir ki, birbaşa heyvandan danışır artıq. Qoy öz mənfəətlərinin şahidi olsunlar və məlum günlərdə Allahın onlara ruzi verdiyi heyvanları təqdim edərkən, kəsərkən onun adını çəksinlər, yəni Allahın adını çəksinlər. Onlardan yeyin və yoxsula, fəqirə də yedirdin. Burada həm də fi əyyəmin məlumə, məlum günlərdə. Və Həc surəsi daha burada oxumuram. 36, 37-də də Allah qurban kəsməyi, həccin əməllərini satara yarışan sırf heyvanları deyərək və buyurur ki, onların nə əti, nə qanı Allaha çatmaz. Allaha çatan yalnız təqvadır. Ancaq kəsməyi əmr eləyir. Elşad, Həc surəsini çıxardaq Quran-ı Kərimdən, Kövsəri də. Yəqin sənin Quranında yoxdur. Sən insanları güya xurafatçıları aldanmaqdan və din adına dəllallıq eləyənləri şarlatan, dəladuz adlandırıb insanları onlardan uzaq durmağa çağırırsan. Sən bəs neyinsən? Sənin faktiki mövcud olan Quran-ı Kərimdəki açıq-aşkar olan məsələlər haqqında, ayələr haqqında desən ki, yoxdur. Mən də razıyam, Əməvilərdən tutmuş Peyğəmbərdən sonra İslam dini Abbasilərə, Osmanlılara, Səlcuqlu, Osmanlı ta günümüzə qədər imperiyaların sintezindən keçdi. Əlimizə çatan İslam zaten o İslam deyil. Ancaq fakt məsələ budur ki, bu əldə olunan kitabda bu kəlmə var. Sən bunu necə inkar edə bilərsən? Deyərsən ki, yoxdur. Bu həqiqətən də cəsarət istəyir. Ne bileyim vallahi.